Salam əziz şagirdlər. Belə bir suala baxaq. 9-cu sinifin buraxılış imtahanına düşə bilər. Y bərabərdir ax kvadrat plus bx plus c funksiyasının qrafikini əsasən 2a plus b plus c cəmin soruşur bizdən. Birincisi, bunu iki üsulla tapa bilərsiniz uşaqlar. Birinci üsulumuz odur ki, istənilən xətti funksiya olsun, kvadratik funksiya olsun, y kəsdiyi nöqtə bizim c-miz adlanır. Yəni, avtomatik harada y kəsibsə, bu c bizim 4-ə bərabər olduğunu göstərir. Və görürük ki, x-ə də toxunub, yəni x-imiz də 2-dir. Və y tapa nöqtəsinin koordinatı x üzərində olduğu üçün x-imiz 2-dir, amma belə çıxır ki, y-imiz nəyə bərabərdir? 0-a bərabərdir. Bu verilənlərə əsasən mən gətirib burada bizdən 2a plus b plus c cəmini istəyir. Gətirib burada yazsam funksiyanın yerində. Y bərabərdir ax kvadrat plus bx plus c funksiyasında. Yazsam, a-yı bilmirəm, x-i 2 olduğunu bilirəm və y-in də 0 olduğunu bilirəm. Y bərabərdir, 0 bərabərdir. X-imiz 2-dir, 2-nin kvadratı 4a. Plus b bilmirəm, yəni x-imiz 2-dir, 2b. C-ni də biz dedik ki, y-i kəsdiyi nöqtə 4 olduğunu bilirəm. 4-ü keçirdirəm 0-ın yanına, olacaq 4a plus 2b bərabərdir mənfi 4. Hər tərəfi 2-ə bölsəm, 2a plus b-imiz bərabərdir mənfi 2 olur. Bizdən də istədiyi buydu. 2a plus b-imiz plus c. İndi 2a plus b-nin mənfi 2 olduğunu bilirəm, mənfi 2 plus. C-nin də biz demişdik ki, y-i kəsdiyi nöqtədə 4 olduğunu bilirəm. Mənfi 2 üzərinə 4 gələndə də doğru cavabımız edəcək 2. Yəni, doğru cavabımız 2-dir. Digər ikinci üsulumuz necədir? İkinci üsul, bilirsiniz ki, kvadratik funksiya qrafik üsuluna veriləndə düsturu y bərabərdir a vurulsun x çıxılsın m kvadrat plus n düsturu ilə tapılır. Burada m ilə n parabolanın təpə nöqtəsinin koordinatlarıdır. Siz də burada parabolanın təpə nöqtəsinin koordinatlarını görürsünüz. Yenə x-ə toxunduğu üçün x-imiz 2-dir, y-imiz də 0-dır. M-miz x rolunu oynayırdı, x 0. N-imiz də y 0 rolunu oynayır. Onda y bərabərdir a vurulsun, x çıxılsın. M-miz onda belə çıxır ki, 2-dir. N-imiz yoxdur. Yəni, çünki y-imiz 0 olduğu üçün plus 0 da yaza bilərəm. Və yaxud da yazmaya da bilərəm. Çünki n-imiz nədir? Yoxdur. Bu vəziyyətə düşdü. İndi qaldı burada a-yı tapmaq. A-yı tapmaq üçün hər zaman y kəsdiyi nöqtəyə baxacaq. Y 4-də kəsdiyi üçün 4 bərabərdir. Y kəsdiyi nöqtədə x-imiz 0-a